Yəni komandamızdan bu gün qələbə gözləyirdik. Çünki həm prinsipial oynayırdı, həm neçə tur idi qalib gələ bilmirdik və komandanın belə deyim də əsas rəqiblərimizin heç birinin üzərində qələbəmiz yoxdur. Yəni Neftçini hazırki çıxışını nəzərə alsaq bizim bir dənə qələbəmiz Neftçi ilə də o da əsas rəqiblərdən deyil. Araz Naxçıvan, Zirə, Sabah, Qarabağ bu komandalardan oynardı. Ancaq xal itirmişik. Ən yaxşı halda heç eləmişdik. Bu da ki bizə heç sərf eləmir. Məşqçi işini biz görə bilmirik. Məşqçidən çox narazıyıq. İstər azarkeşlərlə adamın kontaktı olsun, çox pis səviyyədədir. Həm yəni heç vaxt azarkeşlərlə hesablaşmır. İstər də ki oyun olaraq, taktik olaraq biz nəticəni əsas gətirib heç vaxt bu oyuna etiraz bildirmir. Amma artıq 4 turda nəticə də yoxdur. Nəticə də bizdən uzaq qalıb. Sadəcə kəpəz oyunu qalıb ki, iş dördükdən, yəni qalib gəlməsək daha çox uzaq düşəcəyimizi fikirləşirik. Bəlkə də indi emosional fikirləşirik və nələrsə, amma reallıq budur. Yəni sırf Turan azarkeşləri yox, qıraqdan da yəni Turanın oyununu obyektiv azarkeşlər yəni bəyənmirlər bir çoxu. Bu gün futbolçular da azarkeşlərə ən azından yaxınlaşıb bir səbəb bildirmədilər. Yəni çağırsaq belə heç bir yaxınlaşmadılar. Bu da azarkeşə olan hörmətsizlik kimi qəbul olunur. İstər məşqçi, istərsə də oyunçu heyəti tərəfindən fikrimizə hər cür şərait yaradılıb. Adamlar yəni 2 həftədən bir Tovuzda sadəcə bir oyun oynamağa gəlirlər. Yəni rəhbərlik tərəfindən onlara yaradılan şərait bəlkə də əvvəlki heyətlərə, əvvəlki illərdəki oyunçulara yaradılmamışdı. Amma hazırda oynadıkları oyun, ümumiyyətlə azarkeşlə olan davranışlar, Tovuza qarşı olan münasibətləri fikirləşirəm ki, istənilən səviyyədə deyil və biz azarkeş olaraq, mən Hunans üzvü olaraq bundan çox narazıyam. Sənəki klassik Turanı görürük hal-hazırda. Yenə sezon əvvəlində 1-2 oyun, 3 oyun normal oyun sərgilədi. Ardınca da Qarazolaqdayıq. Hal-hazırda yenə keçən ilki kimi Qarazolaqdayıq. Dəyişən bir şey yoxdur. Yəni keçən il səbr elədik, gözlədik ki, formalaşacaq komanda, yəni nələrsə eləyə biləcək. Amma faktiki gördüyümüz, bugünkü oyundan da gördüyümüz net qısa olaraq bir şey var ki, komanda 3 ötürməni ardıcıl verə bilmir. 3-cü ötürmə rəqib komandaya gedir. İkinci bir məsələ, 70 dəqiqə komanda yatır, 75 dəqiqə, 80 dəqiqə komanda yatır, son 20 dəqiqəni başlayır futbol oynamağa. Mən belə düşünürəm ki, əvvəldən futbol oynamağa başlasa, son 20 dəqiqənin tempindən heç də bugünkü gördüyümüz nəticəni görməzdik. Gözləmədiyimiz, çox istəmədiyimiz bir oyun formatı hal-hazırda komandamız bir neçə turda oynayır. Düzdür, nəticə etibarıyla komanda müəyyən bir öndəki pillələri hal-hazırda tutur. Ancaq biz ötən ildə bundan çox etiraz edirik, çox narazıyıq ki, klub bizimlə alt-üst sıranı paylaşan klublar oyunu uduzduqca xal itiriksə biz də xal itiririk və buna biz irəli getməli olduğumuz halda, hücum fazasını oynamalı olduğumuz halda əksinə oynayırıq. Və ümumiyyətlə komandada hal-hazırda biz şəxsi adımla deyirəm ki, məşqçi işi yoxdur, məşqçinin B planı yoxdur. Komanda nə üçün sonuncu 10 dəqiqanın hücum xəttində oynayır? Öncəki 15 dəqiqədə biz nəyə görə pressing eləmirik, nəyə görə komanda zaşdan çıxa bilmir? Bu oyunda biz qapısını bütün 3 epizodun üçündə də tək qoyduq, 3-ə tək qoyduq, 3-ə 1 qoyduq və bunlar oyuncuların azarkeşdən qaçması heç bir halda düzgün qəbul olunmur. Azarkeş uduzduğu oyunun hesabatını istəyir, futbolçular yaxınlaşmalıdır və bu hesabatı biz azarkeşlərə verməyə